Feilin təsriflənməyən formaları. Təsriflənməyən formaları. Gəl, nə var? Kim? Hüseyin. Geçkir. Çoğa geçkir. Yarım geçkir. Sonra kim yoktu? Bunu da belə eləyir. Bir də markeri açanda keçir. Üstün divar. Hamısı baktı. Yaxşı. Feilin təsriflənməyən formaları. Biz təsriflənən feillə təsriflənməyən feilləri nümunə ilə müqayisə eləmişdim. O bir feil götürmək, şəxslər üzrə dəyişdim ki, bax bu təsriflənmək bu deməkdir. Şəxsə, kəmiyyətə, zamana görə dəyişənlərə dedik təsriflənən, dəyişmənə dedik təsriflənməyən feillər. İndi bugün təsriflənməyənlərdən danışaq. Bir dəqiqə burada mənə nümunə lazım, belə dursun. Məstər, feili sifət, bir də feili bağlama. Feili bağlama. Bu qrup sözlər elə bir sözlərdir ki, Əlixan, qulaq asın tutacaqsınız. Elə qrup sözlərdir ki, bunlar iki nitq hissəsinin xüsusiyyətini daşıyır. İki nitq hissəsinin xüsusiyyətini. Məstər həm feil, həm isim. Feili sifət adı üstündə həm feil, həm sifətdir. İkisini. Feili bağlama həm feilin, həm də zərfin. Həm də zərfin xüsusiyyətini daşıyır. Yəni, bu qrup sözlərə nə tam feil demək olmur. Məsələn, məstərə nə tam isim deyə bilir. Çox maraqlı söz qruplardır. Həqiqətən, baxırsan hərəkət məzmunludur, amma ismin sualına cavab verir. Baxırsan hərəkət məzmunludur, amma rahatlıqla hallandıra bilirəm. Mənsubiyyətə görə dəyişə bilirəm. İsmin xüsusiyyətini də daşıya bilir. İndi gəlin bunların feilat xüsusiyyətlərindən danışım. Üçündə də eynidir. Feilat xüsusiyyətini bir kəs izah edəcəm. Çünki üçündə də eynidir. Da bunu təkrar üçündə də deyib durmayaq. Vaxtımız getməsin. Bir, üçü də hərəkət məzmunludur. Hərəkət məzmunludur. İndi sizə bir şey deyim. Baxın, testdə diqqətli olun. Sənə sual qoyacaq. İki cür şərt qoyur. İki cür şərt. İşlərində özün görəcəksən. Deyir ki, biri var sual qoyur ki, məsələn, məstərə aid fikirlərdən biri səhvdir. Məstərə aid. Burada artıq ümumi fikir gedir. Bunun içində feilat xüsusiyyətlər də gedir, ismat xüsusiyyətlər də gedir. Biri də var, sənə şərt qoyur. Məstərin ismə aid, bax şərtində diqqətli ol, oranın altını çiz, sonra işlə. Məstərin ismə aid xüsusiyyətlərindən biri səhvdir. Uşaq da deyir ki, ay müəllim, məsələn, bu testdə səhvlik yoxdur. Ay bala, niyə? Amma bütün cavablar düzdür. Səndən ismə aid xüsusiyyətini soruşur. Amma oran bir dənə varianta nə atır? Hərəkət məzmunu. Bunun ismə aid xüsusiyyəti deyil, axı. Feilə aid xüsusiyyətindən bir dənəsini ismə aid xüsusiyyətlərin içinə qatıbsa, sən yanlış cavabın bu. Fikrim çatdıra bildin və ya feilət xüsusiyyətini istəyirsəndən, onun içinə bir dənə ismə aid xüsusiyyət verib. Səhv cavabın olur. Aydındır. Bir də var, ümumi soruşur. Ümumi. Ha, orada ikisini də seçə bilərsən. Həm feil, həm də isim. İndi yazdıqlarının feilə aid xüsusiyyətidir. Bir, hərəkət məzmunudur. İki, hərəkət məzmunu bildirir deyə, mən üçünü də inkarda deyə bilərəm. Demək, bunlar həm təsdiq olur, həm də inkar. Hərəsnat bir nümunə yazım, onların üstündə işləyək. Məsələn, bura yazıram yazmaq. Bura yazaq yazan, feil sifət. An-ən, burada makmək, şəkilci. Burada yazıram yazanda. Yazanda. Üçü də hərəkət bildirir. Və üçünü də inkarda deyək. Yazmaq, yazmamaq. Yazan, yazmayan. Yazanda, yazmayanda. Rahatlıqla inkarda bildirir. Üçüncüsü, üçü də həm təsirli ola bilər, həm də təsirsiz. Mən bu sualı verəndə, məsələn, deyərəm yazanda. İstərsəniz mənə hansı sual verərsiniz? Yazanda. Nəyi yazanda? Nəyi? Bax, ismin təsirli halının sualını tələb edən feillərə deyilik təsirli feillər. İsmin digər hallarını tələb edən, suallarını tələb edən feillər olur təsirsiz feillər. Məsələn, yazmaq, nəyi yazmaq? Məsələn, cümlədə işlədir, məktubu, söz birləşməsi, məktubu yazmaq. Nəyi? Məktubu. Məktubu təsirli halda. Təsirli halda olan sözlərlə feil əlaqəyə girirsə, bu təsirli feildir. İndi, məsələn, deyirəm, məktubu yazan, məktubu yazanda. İndi gəl, baxmaq sözünü götürək. Buraya yazıram, baxmaq,
Nəyə baxmaq? Məsələn, filmə baxmaq, kinoya baxmaq, kitaba baxmaq da önəmli haldadır. Görürsünüz? Bura deyirəm baxan, filmə baxan. Bax, baxan nəyə? Nəyə baxan? Baxanda, nəyə baxanda? Baxanda. Bax, bu yönlük halı tələb elədi, amma yazmaq feili təsirli halı tələb elədi. Yəni, yazmaq, yazan, yazanda təsirli feildir. Baxmaq, baxan, baxanda təsirsiz feildir. Aydındır? Təsirli də ola bilər, təsirsiz də ola bilər. Fərqi yoxdur. Dördüncüsü, feilin qrammatik məna növləri leksik şəkilçilərdir. Keçmişik biz bunu sizdən düzdür. Feilin qrammatik məna növü, feildən feil düzəldən şəkilçilərdir. Üçü də qəbul edir. Qrammatik məna növləri. Üçü də feilin qrammatik məna növlərində işlənə bilər. İşlənir. Gəl artıraq. Yazmaq sözlü bir dənə məchul növdə deyil. Yazılmaq. İndi baxmağı deyil məchul növdə. Şəxssiz növdə daha doğrusu. Baxılmaq. Baxılmaq şəxssiz növdədir. Onu cümlədə işləsən mübtəda olmaz. Sonra yazılmaq, yazılan, yazılanda. Baxmaq, baxılmaq, baxılanda. Fikir verirsiniz? Məhcur və şəxsi növdə rahatlıqla işlətdim. Bunu hətta yazmağa icbar növdə də deyə bilərəm. Yazdıranda, yazdıranda. Fikir verirsiniz? Yazdırmaq, yazdıran. İcbarda da dedim, məhcurda da dedim, şəxsizdə də dedim. Növ şəkilsi rahatlıqla işlətmək olur. Sonra keçdik 5-ciyə. Tərkib əmələ gətirir. Üçü də özündən əvvəl, bax sonra yox, özündən əvvəl gələn başqa sözlə əlaqəyə girib feili birləşmə əmələ gətirir. Bu feili birləşməyə qısaca dedik tərkiblər. Tərkib yaradır. Üçündə də bu məharət var. Biz sintaksis şöbəsinə keçid alanda elə bizim sintaksis şöbəmiz bununla başlayır, söz birləşməsi. Orada ismi və feili birləşmə. Feili birləşmə bundan danışır. Biz burada bunu nitq səs kimi öyrənirik. Feili birləşmələri keçəndə biz bunlardan söz birləşmələri düzəldəcəyik. Yəni, demək o ki, bəri başdan, indidən bu şəkilçilərini belə su kimi əzbərlə. Daha mən sintaksi keçəndə durub sənə feili bağlama şəkilini təzdən əzbərlətməyim. Bil ki, bundan canı qutarası deyil. Günahın savabın kimi qalana çıxacaq. Yəni, bundan arxayındır. Bəri başdan bilmirəm. Gəlin bir dənə tərkib yaradım, özünüz baxın. Məsələn, 3 cümlə yazıram. Biri yazıram, feili bağlamadan yazıram. Gələndə, məsələn, kimi gördüm? Ad deyil. Anarı, yaxşı, anarı gördüm. Bu bir. İndi deyirəm, bazardan gələndə anarı gördüm. Anarı gördüm. İndi 3-cü cümlə yazıram. Mən gələndə anarı gördüm. Aha. Hansı cümlədə tərkib əmələ gətirib? İkinci. Hə? İkinci də tamamilə doğrudur. Nə etdim, gördüm. Kimi gördüm? Tamamlıq. Nə zaman gördüm anarı? Gələndə. Aha. Ne ettim, gördüm. Kimi gördüm? Anarı. Anarı ne zaman gördüm? Bazardan gələndə, özündən əvvəl gələn sözlə əlaqəyə girdi. Baxın, uşaqlar çox vaxt şagirdlər nədə səhv edir? Bazardan sözünü götürür yer zərfliyi. Yer zərfliyi. Yer zərfliyi, əgər bu yer zərfliyi olsaydı, xəbərlə əlaqəyə girərdi. Bax, gör əlaqəyə girirmi? Bazardan gördüm. Əlaqəyə girmədi. Bazardan sözü bununla əlaqəyə girdi. Bununla əlaqəyə girib feili birləşmə əmələ gətirdi. Bunun xəbərlə əlaqəsi yoxdur. İndi bura baxın. Burada bir dənə də cümlə artırıram sizə. Bir dənə də cümlə artırıram. Fərqi özünüz görəcəksiniz. Baxın. Mən gələndə ana getdi. Bax. Hansında mən sözü feili birləşmə əmələ gətirib, hansında mən sözü, yəni feili bağlama əlaqəsi yoxdur. İkincidə yox. İkincidə yox. Buradan ikincidə? Yox. İkincidə var. Aha, bax. Mən gələndə anarı nə etdim? Gördüm.
Kim gördü anarı? Mən. Kimi gördüm anarı? Anarı nə zaman gördüm gələndə? Bax, fikir verin. Burada mən sözü bundan əvvəl gəlib. Əvvəl gəlsə də bununla əlaqəyə girmədi. Mən sözü birbaşa xəbərlə əlaqəyə girdi. Mən gördüm, gələndə gördüm, anarı gördüm. Bunların üçü də tək-tək xəbərlə əlaqəyə girir. Baxın, mübtada zərfli tamamlıq bir-birinlə əlaqəsi olmayan cümlələrdir. Burada indi gələndə sözündən qabaq burada da mən sözü gəlib. Görək, mən sözü bununla əlaqəyə girib, xəbərlə əlaqəyə girib. Mən getdi, alındı, alınmadı. Mən sözü nədən əlaqəyə girib? Mən gələndə kim getdi? Anar. Anar nə etdi? Getdi. Mən mübtada xəbərim. Anar nə zaman getdi? Mən gələndə. Gördünüz? İkisində də mən gələndə bu hissə eynidir. Sadəcə burada fiili bağlamadan əvvəl gələn söz fiili bağlama ilə yox, xəbərlə əlaqəyə girdi. Burada tərkib yaradılmayıb. Amma bu cümlədə fiili bağlamadan əvvəl gələn söz məhz fiili bağlama ilə əlaqəyə girdi. Söz birləşməsi, yəni tərkib əmələ gətirdi. Çünki mən sözü xəbərlə əlaqəyə girmədi. Fikrim çatdıra bildim. Demək, hansı cümlələrdə tərkib var, fiili birləşmə. Bir, bazardan gələndə, çünki bazardan sözü gördümlə əlaqəyə girmədi. Bir də mən gələndə anar getdi. Bu iki cümlədə tərkib var. Amma birinci ilə üçüncüdə tərkib yoxdur. Yadda qalar. Bu oldu fəaliyyət xüsusiyyətləri. Fəaliyyət xüsusiyyətləri bir göz yaddaşına verin, çünki silirəm. Bir dənə sual sorsam olar. Təbii ki. Məsəl fiil birləşmənin əsasları bir hansı tərəf ola bilər? Fiili birləşmənin ola bilər. Bir dəqiqə deyim. Bir dəqiqə. İsmi birləşmə, fiili birləşmə. Sadəcə söz birləşməsini deyir. Fiil birləşmə. İsmi birləşmədə olur. Məsələn, yazmağın faydası, oxumağın faydası. İsmi birləşmədə rahatlıqla olur. Fiili birləşmədə baxaq. Bir dəqiqə. Bu olmağından fiili birləşmələrdə bunlar birinci, ikinci tərəf kimi iştirak edə bilər. Əsas asıl tərəf kimi iştirak edə bilər. Məsələ baxaq. Yazmaq, məsələn də tutaq ki, yazmaq, yox, alınmır. İkinci tərəf. Yazmaq istəmək olmur. Yazmaq istəmək. Axı, orada biz dedik o mürəkkəb fiil kim gedir? İstəmək sözü orada yadınıza gəlir. İstə, ol, et, elə bil, qıl, istə gedəndə. Onu bir yerdə mürəkkəb fiil kimi götürür. Mürəkkəb fiil kimi götürür, söz birləşməsi kimi götürmür. Yada qalır. Buranı yer silirəm, yer açıram. Hələ ki, bunları qoyuram bir qırağa, işimiz məstərdir. İşimiz məstər. Məstəri bitirim sonra. Hələ ki, silmirəm fəaliyyət xüsusiyyəti qalsın. Hələ ki, qalsın, buradan yer açdım. Sonra silib sual cavab edərik. Məstərin ismi aid xüsusiyyəti. Müqayisəli şəkildə öyrənək. Yəni, ismin hansı xüsusiyyəti bunda var, hansı yoxdur. İsim əşyanın adını bildirir. Düzdür? Amma məstər hərəkətin adını bildirir. Hərəkətin adını. Bir fərqi budur. İsmin sualı kim, nə, hara? Məstər nə insan anlayışı bildirir, nə də hərəkət bildirə bilmir. Onun bir sualı nə? Yəni, məstər ismin kim, hara sualını cavab verə bilmir. Bir də nə sualını cavab verir? Sualı ismin sualıdır, nə? İndi tutaq ki, mən məstəri xəbər yerində işlətmişəm. Necə sual verərsiniz? Tutaq ki, deyirəm ki, ən böyük arzum oxumaqdır. Nədir? Ən böyük arzum nədir? İndi siz onu ismi xəbər götürərsiniz, feyzi xəbər. Təbii ki, də ismi xəbər. Sualı ismin sualı olduğu üçün biz onu ismi xəbər götürürük. Yaxşı, ismin kateqoriya şəkilçiləri var. Hal, cəm, məsbət, şəxs. Gəlin, baxaq görək. Görün, məstər hallanır isim kimi. Məsələn, yazmaq sözünü görün, hallandıra bilərsiniz. Hallandır görün. Yazmağın. Sən məsbəti görə dəyişirsən. Yazmaq, yazmağın, yazmağa, yazmağı, yazmaqdır, yazmaqdan. Hallandı mı? Rahatlıqla hallanır. Yazırıq, hallanır. Hallanır.
dəyişirmi? Gəl baxaq. Dəyişir. Mənim yazmağım, sənin yazmağın, onun yazmağın, yazmağımız, sizin yazmağınız rahatlıqla mənsubiyyətə görə dəyişir. Mənsubiyyət qısaca yazıram. Gəlin görək cəmlənirmi? Cəm artırın görək. Olmur elə. İndi sizə bir şeydir. Bura yazıram cəmlənmir. Cəmlənmir. Bunu yazdım. Cəmlənə bilmir. Amma bir şey deyil. Testdə nətər salın. Deyir ki, testin cavablarını bəri başdan deyə biləmir. Ayxan, qulaq asırsan. Deyir, hansı cümlədə məstər özünə aid olmayan xüsusiyyəti daşıyır. Özünə aid olmayan xüsusiyyət nədir? Cəmlənməmək. Elə cəmlənə bilmir. Amma elə cümlə var cəmlənir. Bilirsiniz nə var? Məsələn, gəl cəmləndirək. Deyirəm, mənsubiyyətdə dediyim, onların oxumaqları. Mənim oxumağım, sənin oxumağın. Üçüncü şəxs cəmdə nə dedik? Onların oxumaqları. Bax, o hissəni bir dənə istisna. Onların oxumaqları. Bax, bu mağın burada cəmlənməyini istisna kimi testə salın. Amma testi götürdük. Bəli, testdə bunu götürsən. Məstərə aid olmayan xüsusiyyət cəmləmək. Bax, özə, indi orada feiliyyə bundan çıxıb nədir? Yazdım, oxudum, bildim, nədir? Amma bil ki, orada üçüncü şəxs cəmdə cəmləndirib bunu verir. Bax, bunu götürərsən. Yaxşı. Keçdik nəyə? 5-ci. Yaxşı, şəxsə görə dəyişmir. Sizcə məstər bütün şəxslər üzrə şəxsə görə dəyişə bilər? Dəyişsə ona təsriflənən deyərdim da. Biz nə buna təsriflənməyən deyirik? Şəxsə görə dəyişdirir. Mən oxumağam, sən oxumaqsan, alınmır. Biz oxumağıq, alınmır axı. Yenə deyirəm, şəxslər üzrə dəyişsəm, tamam, mən buna elə təsriflənən feil deyərdim. Birinci, ikinci şəxs həmişə insan anlayışı bildirir. Amma üçüncü şəxs demişik ki, hər şey onun içindədir, düzdür. Bir dənə üçüncü şəxs durdur qəbul edə bilir. Yazırıq, şəxsə görə dəyişmir. Şəxsə görə dəyişmir nə demək? Yəni, mən bütün şəxslər üzrə bunu dəyişdirə bilmərəm. Məsələn, təsriflənən feil götürsəm, mən gedirəm, sən gedirsən, o gedir. Rahatlıqla, amma bunu eləyə bilmirəm axı. Şəxsə görə dəyişmir. Bir dənə istisna bu üçüncü şəxs durdur qəbul edə bilər. Bunu da qəbul eləsə hansı cümləz olar sizcə? Xəbər. Bu şəxs şəklinin ikinci adı nədir? Xəbərli şəklisi. Bayaq dedik, ismi xəbər yoxsa feili xəbər? İsmi xəbər, çünki suala baxırıq. Məstərin sualı budur. İsmi xəbər. İndi bura sualı verin görün. Məsələn, Ömər, bayaq dediyim. Deyirəm, arzu oxumaqdır. Ömər, bura biz nə etməkdir sualı bilək, yoxsa nə sualı? Nə etmək? Yanlışdır. Məstərin sualı nə yazmışam? Məstərin nə sualı verir? Nə etmək sualı bilir, bir sual yox, vermə. O, arzum nədir? Nədir? Bax, sual bunu verirsən. Arzum nədir? Oxumaqdır. Suala da əsaslanıb deyirəm ki, ismi xəbərdir. İsmi xəbər, arzum nədir? Oxumaqdır. Yadda qaldı? Hə, indi keçdik nəyə? Məstərin ismi adı xüsusiyyətlərini bildik. İndi gəlin baxaq görək. Məstər hansı cümlə əzlərində işlənə bilər? Gəlin, indi buradan başlayaq. Bu, rahatlıqla hallana bilir elə. Hallana bilirsə, adlıq haldadırsa hansı cümlə əzli olar? Mübdada. Məsələn, kim məstəri mübdada yerində işlədir? İstənilən bir məstər götür işlət. Oxumaq ən gözəl şeydir. Nə ən gözəl şeydir? Oxumaq. Mübdada oldu. Əlam. Mübtəda. Hallana bilir. Tamamlıq. Hal şəxsi gəlir. Mən tamamlıq kimi işlədim görürüm. Mən oxumağı sevirəm. Oxumağı sevirəm. Nəyi? Oxumağı. Oxumağa həvəsim var. Nəyə? Oxumağa. Düzdür. Tamamlıq ola bilər. Yaxşı. İndi gəlin zərflik yerində baxaq. İşlənə bilər, bilməz. Zərflik yerində. Rahatlıqla işlənə bilər. İşlənə baxırsınızmı? Bu altdan yazanda arxa cərgədə oturan, bura görünürmü? Yəni uşaqlara başı olabilirsən, qoy. Qoşma ilə də işlənə bilər, qoşmasız da. Qoşma ilə də qoşmasız da işlənə bilər.
İsmail xüsusiyyətin biri də budur. 6-cı yazım isim kimi qoşmalarla işlənir. Bu adı İsmail xüsusiyyətdir. Fe'lə qoşma qoşulmaz ki. İsmin hallarına qoşulur qoşmalar, değil mi? Qoşma ilə işlənməyi onun İsmail xüsusiyyətidir. Yadda saxlayın bunu. Baxın, deyirəm ki, Amerikaya işləməyə getdim. Amerikaya işləməyə getdim. İndi altdan yazıram. İşləmək üçün eyni mənalı verir. Eyni mənalı verir. Sizcə səbəb zərfli idi, yoxsa məqsəd? Amerikaya nə üçün getdim? Məqsədim var. Nə məqsədlə getdim? İşləmək məqsədindən getmişəm. Bəli. Fikir verirsiniz, ismin yönlük halında, məsdər ismin yönlük halında tamamlıq da ola bilər, zərflik də ola bilər. Məsələn, mən deyirəm ki, işləməyə həvəsim yoxdur. İşləməyə həvəsim yoxdur. Nəyə həvəsim yoxdur? Nəyə? İşləməyə. Burada tamamlıqdır. Baxır cümlədə nə cür işlədirsən. Amma burada məqsəd var. Amerikaya nə üçün getdim? Nəyə getdim, nə üçün getdim? Nəyə sualın yerinə, nə üçün sualı da verə bilirəmsə, burada məqsəd zərflidir. Yadda saxlayın, məsdər də m ilə başlayır, şəkilçisi də maq ilə başlayır, məqsəd zərfliyi də m ilə başlayır. Məsdər məqsəd bildirir. Yadda qalar mı? Qoşma ilə də işlədə bilərəm. İşləmək üçün getdim, işləmək üçün getdim. Eyni mənalı. İndi gəlin, mən sizə bunu səbəb zərfliyi kimi işlədim. Lövhəni silmək istəyirəm. Qeyd edəcək bir şeyiniz var mı burada? Silin bura. Çəkmək istəyirsən? Çək. Çəkdin? Hə. İndi səbəb kimi işlədirəm. Məsdər ismin yönlük halında məqsəd bildirir. Çıxışlıq halında səbəb bildirir. Bura baxın. Aha. İşləməkdən yoruldum. Aha. Yorulma səbəbim. Nə üçün yoruldum? İşləməkdən. Bu mənim səbəb zərfliyim. Bu mənim səbəb zərfimdə artıq işləyib bitirmişəm və buna görə də yorulmuşam. Demək, məsdər cümlədə səbəb zərfliyi də ola bilər, məqsəd zərfliyi də ola bilər. Çıxışlıq halda, yönlük halda və qoşma ilə. Buranı bilin. Bizim qaldı bir dənə təyinimiz. Təyin yerində iştirak edə bilərmi? Yox. 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 İşlənə bilməz. Nə vaxt işlənə bilər, bilirsiniz? Qoşma ilə. Qoşma ilə. Demək, məsdər özü təkcənə yada saxlayır. Təyin olmur. Təyin kimi işlənə bilmir. Qoşma köməyinə çatsa, hə, qoşma ilə işlənir. Qoşma ilə. Məsələn, tutaq ki, deyirəm ki, gülmək kimi, məsələn, uşaqların çoxusu məşğələrin ortasında səbəbsiz yerə gülür. Onların gülmək kimi vərdişi var. Düzdürmü? Yersiz gülürlər. Var. Sual verilir. Predikativ xəbərdir. Bu mənim xəbərim. Nə var? Vərdişi var. Necə vərdiş? İsmi izah eləyək. Təyindir. Gülmək kimi vərdiş. Nə var, üstündə var? Nə var? Onun vərdişi. Mənsubiyyətdir də. Mənsubiyyət şəkilsi adlı xalda daxil. Mənsubiyyət şəkilçüsüz adlı xalda. Aydın oldu? Ümumi götürəndə 5 cümləsin, 5-in də yerində işləndi. Amma təyin yerində bir tək qoşma. Məsələn, zərfin yerində qoşmasız işlənə bilər. Yönlük hal, çıxışlıq hal düzür. Bir dənə qoşmasız təkcədə təyin ola bilir. Testdə buna diqqətli olun. Silinmi? Sual olan var mı? Birini də deyim sonra. Maq şəkilçisi var mı? Məsdər şəkilçisi. Bu samiti itirə bilər. Bunun belə variantı da var. Qətiyyən anlamayım. Bu şəkilçi amonim daxil olmur. Məsələn, bir var deyirəm, onun yazmağı, oxumağı xoşuma gəlir. İndi deyirəm ki, onun yazması, oxuması xoşuma gəlir.
əvəzlənməsi olmaya bilər, qını silə bilər, yazması, oxuması, bilin ki, məstər. Aydındır? Getdik. İndi yatanları ayırdıq. Sabir dedik, səs salma yatanlar oyanları qoy hələ yatsın. Yatmışları razı deyiləm, kimsə oyatsın. Amma biz indi oyadaq. Ayıldınız mı? Əli xanım, suallarıma cavab verin. Tam sakit. Məsələrin fe'li aid xüsusiyyəti. Sakit, hər birini desin. Əsmər, fe'li aid xüsusiyyətindir. Məsələ fe'l kimi nə edilir? Hərəkət mi? Bəli. Adam bilmirsən, Əsmər. Fe'l aid xüsusiyyətindən birinidir. Fe'l kimi nə edir? Sırasına getirir. Hə. Nə bildirir? Fe'l aid xüsusiyyəti. Müsalə. Tərkib yaradır. Bu bir, Firuzə. Hərəkət məzmunludur. Bu iki, İlayda. Təsdiq inkar, 3. Təsirli təsirsiz, 4. Fe'l aid xüsusiyyəti. Fe'lin qrammatik məna növü üzrə dəyişə bilir. Fe'lin qrammatik məna növü üzrə dəyişə bilir. 1. Hərəkət məzmunu, 2. Təsdiq inkar, 3. Təsirli təsirsiz, 4. Qrammatik məna növü, 5. Tərkib. Bu tək məstərin yox, üçünə də aiddir. Üçünə də aiddir. Ömər, ismi aid xüsusiyyətlərindən deyək. Məsələnin sualı nə oldu? Nə? Nə sualı? Ülviyə, məsdər isim kimi hallanır, hallanır. Nurbanlı, cəmlənə bilir, cəmlənmir. İstisna de görün nə vaxt cəmlənə bilər, istisna? Onların oxumaqları, üçün şəxs cəmdə. Elcan, mənsubiyyətə görə dəyişə bilirmi məsdər? Bəli, dəyişə bilir. Ömər, şəxsə görə dəyişə bilirmi bütün şəxslər? Yox, yalnız üçüncü şəxsdə olur bu şəkildə. Əla, sadəcə üçüncü şəxsdir, təsriflənmir, ona görə dəyişmir. Məhəmməd, əgər o dediyi o dır şəxsini qəbul eləsə, hansı cümlə əzmi olar? Dır. Hə, Hansı malum? hansı cümlə əzmi olar? Məsdər dır qəbul elədi, hansı cümlə əzmi olar cümlədə? Yadına çıxdı, Jalə, xəbər. İsmi xəbər yoxsa fe'li xəbər? İsmi xəbər. Zeynəb, tam sakit. Zeynəb, məsdər xəbər yerində iştirak elədi, ismi xəbər. Bundan başqa hansı cümlədir? Adlı xalda olarsa, mübtada, hallanarsa, tamamlıq ya da zərflik. Nəzrət, zərfliyin hansı növü ola bilir məsdər? Məsdər, yəni zərfliyin hansı növü? Səbəb və məqsəd. Bəli, ayrısına sual verirəm. Səbəb və məqsəd zərfli ola bilər. Əli xan, sənə baxma, mənə bax. Əli xan, məsdər nə vaxt zərfli ola bilər? Bəli. Mənsubiyyətə görə dəyişəndə, xeyr, sən. Özünün sonradan dəm şəkilçisi və yaxud AR şəkilçisi ya da üçün qoşması gələrsə. Aha, çıxışlı halda işlənəndə səbəb bildirir, məqsəd. İşləməkdən yorulmuşam, səbəb. Səbəb. Bəs yönlü halda olsa, məqsəd. Üçün qoşmasından işlənsə, yeni. Məqsəd bildirir, məqsəd. Arxan yatırdır, yaradan. Görsən, sualları cavablandıra bilmirsən. Elcan, məsdər hansı cümlə yerində işlənə bilmir? İşlənə bilmir, öz tərkini, təyin. Bəs təyin yerində necə işlənə bilər? Qoşmalarla birlikdə işlənərsə. Mahirə, qoşma ilə işlənməyin ismi aid xüsusiyyətdir, fe'li aid xüsusiyyətdir. Təbii ki də ismi aid xüsusiyyətdir. Zeynəb, məsdərin şəkilçisini neçə cür görə bilərik biz? Mamə kimi, düzdür. Bu şəkilçinin amonimliyi varmı? Makmək məsdər şəkilçisinin? Yox. Mamənin, ikisinin də amonimliyi var. Mamənin də amonimliyi var. Makməkin də amonimliyi var. Məsələn, testdə düşür iki cür təhlil olunan sözlər. Məsələn, hansılardır bunlar? Çaxmaq, qazmaq, oymaq. Hə, çaxmaq. Mən bunu isim kimi o daş var, çaxmaq daşı. Onda mavi leksik götürürəm. Şimşək çaxmaq desən, ha onda qrammatik götürürəm. Aşın qazmağı.
Burada feildən isim düzəltmişəm. Yeri qazmaq. Onda məstərdir. Oymaq. Məsələn, kartofun içini oymaq. Orada nədir? Məstərdir. Burada feil, qrammatikdir. Bir də var, o oymaq. Oymaq. Hə. Çaxmaq sözü görmür. Sözün kökü çaxdır da. Şimşək çaxmağı. Ondan maqbə qrammatik. Leksik kimdir? İkisində də kökdür. Daşı bir-birinə çaxıram. O çaxmaq daşı bir-birinə sürtürsən, belə qığılcım çıxır. Onu bir-birinə çaxıram da, vururam. Amma çaxmaqla çaxmağı bir var. Sən çaxmaq alışqanı bilirsən, orada da çaxırıq da. Sonra sayda. Çaxırsan. Nə mənada? Əlaqə var, Leksik yazmışlar. mən ikisini də yazdım. Mən həm isim kimi izah elədim, həm feil kimi izah elədim. Müəllim o camdan Bir də belə də sadə kimi də qabağınıza çıxar. Ha, məsələn, bunların içinə nə, məsələrin içinə nə qatırlar? Barmaq qatırlar. Qarmaq qatırlar. Qaymaq qatırlar. Ay sağ ol, toxmaq. Bunlar şeydir. Bunlar hamı sadə sözlərdir. Bax, burada şəkilçi yox. Bu bir kökdür. Bunlar hamısı bir kökdür. Yadda qalar. Bunları gətirən. Müəllim, o camdan bir məsələn ismin aid xüsusiyyətlərini yazmışdınız. Hə, cəmləmə Mən məsəl. isim camları. İsim cəmlənir, məsəl cəmlənir. İsim və məsələrin oxşar xüsusiyyətlərini yazmışdınız. Yox, bax, cəmləmə ism aid xüsusiyyətidir. İsm aid xüsusiyyətlərin içində bunu izah elədim. Sadəcə dedim ki, Məsələn, ismin oxşar xüsusiyyətlərini yazmışdınız. yox, bəstər deyil, isim kimi məsələn, biz niyə ona tam isim deyə bilirik? Məsələn, cəmlə biləmək xüsusiyyəti var, onda bir, ikincisi hərəkət məzmunları, iki, imkanda deyə bilərəm, mən onda tam isim deyə bilirəm. Yəni, bu ayrı, məsələn, feili bağlama zərfi xüsusiyyəti dediyində daşıyır. Zərfi bütün xüsusiyyətlərini daşıya bilmir ki. Və ya feili sifətin xüsusiyyətini daşıyır. Məsələn, sifət kimi dərəcələrini bilmir, onda o imkan yoxdur. Hərəsindən azaddır, nə ondan da nə bundan. Hə. Məsələn, işimiz bitdi. Kimin sualı var? Başa düşmədiyi nəsə var? Nə axtarırsan? Hı? Sübut. Feili sifət. Burada feilin xüsusiyyətini daha yazmıram. Çünki məsələdə dedik, eyni şeydir. Sifətlər xüsusiyyətləri var baxaq. Feili sifətin sifətlər xüsusiyyətləri. Əvvəlcə gələn şəkilçilərlə markerlər tutmaya məsələlə oynayır. Bu gün bir dənə mən yaxşı marker sifət olmadı. Alırsan, bir marker bir dərsin axıra kimi getmir. Buradan alsan, buradan bitir. Zibi qaldı olub markerlər. Yəni, hər şey belə deyildə zahir çıxır. Dəyişən, içi dəyişən daha yaxşıdır. Onu da niyə almıram? Bir-iki dəfə aldım, belə ki, açırsan, ha, divara bax. Bütün içini mürəkkəbdir. Bir koftan, bir köynək. Bura buratsanda, elə bir yavaş-yavaş geri çək, bura buratsanda tökülür. Axçıl belə dartdım, bütün bir kofta getdi. Mən də yəni. Bura getdi. Elə yavaş-yavaş bura buratsanda tökülür. Tökülmür, eləmi? Yaxşı. Feili sifət şəkilçilərini gəlin tanıyaq. Feili sifət. Feili sifət. Şəkilsini tanıyaq, sonra xüsusiyyətlərini. Bu bilirsiniz nədir? Sakin. Eğer bir feillə sifəti evləndirmişik, belə deyil. Ailətən körpə, dünyaya gələn körpə. Baxın, həm də atadan genetik xüsusiyyətləri götürür, düzdür? Həm də anadan genetik xüsusiyyətləri götürür. Bu feili sifətlər elə həmin şeydir. Bir tərəfi ata feilin genetikası ona keçir, bir tərəfdən də ananın sifətin xüsusiyyətləri ona keçir. Bu feili sifət feillə sifətin övladıdır. İki xüsusiyyətin ikisini də daşıyır. Şəkilçilərinə baxaq. 1. An, ən. Sakin. Aha. Testdə də soruşur. İndiki zaman məzmunlu feil sifət şəkilsi. Demək, indiki zaman şəkilsi. İndiki zaman məzmunlu. Bu A, an, ən. İndiki zaman məzmunlu. 2. Mış. Bir də orada tık sögəl mənsubiyyəti yazır şəkilsi. Onun birləşməsindən nə alınır? Dığım. Bütün şəxs
şəxslər üzrə dəyiş. 6 şəxs 4 variant. Ümumiyyətlə 24 şəkilçidir. Bir dənə dığım yazıram. Bilin ki, bunu dəyişdirərsiniz bütün şəxslər üzrə. Bu ikisi keçmiş zaman məzmunu. Məsələn, oxuduğum kitablar artıq oxumuşam, bitib. Alınmış ərzaqlar artıq alınıb, qurtarıb, bitib. Keçmiş zaman məzmunu. Dördüncüsü, ası əsil, malı məli, aca qəcək. Bunlarda da görürsünüzmü? Gələcək zaman məzmunu var. Gələcək zaman. Alınacaq ərzaqlar hələ alınmamışıq. Gediləsi yer hələ getməmişik. Kim çatdıra bildin? Məsələn, oxunmalı bölmə hələ oxunmayıb. Oxunmalıdır, gələcək zaman məzmunu var. Biz bu 4 şəkilçi ilə artıq tanışıq. Çünki feilin şəkillərini keçəndə, bax bu mışdır, asıdır, malıdır, acaqdır, dairəyə alınıb belə. Bunları biz feilin şəkillərini keçəndə dedik. İndi də təkrar ediyoruz. Feili sifətin 6 şəkilçisinin 4'ü anlamlıdır, 4'ü. Biz dedik, bu şəkilçili sözlər, isim yazmışdıq ortaya, yadınızdadır. İsimdən əvvəl gəlsə feili sifətdir. İsimdən sonra gəlsə feilin şəkilləridir. Feilin şəkilləridir. Baxın, elə isimdən əvvəl gəlib onu izah eləmək feili sifətin sifətə aid xüsusiyyətidir. Nurbanı, susmadın da sən. Qəti susma, yaxşımı? Mali oluramsa çıxın çölə. Sən mali oluram, çıxın çölə. Yəni bu isimdən əvvəl gəlmək təzimləyir. Bax, sifəti biz deyirdik, sifət üstə gəl, isim yadınıza gəlir, tərifdə də deyirdik. Sifət əşyanın əlamət və keyfiyyətini bildirir, düzdür? Bax, isimdən əvvəl gəlməyi də onun sifət aid xüsusiyyətidir. Təsriflənən feil isimdən sonra gəlir. Təsriflənən feil isimdən sonra gəlir. Məsələn, deyirəm ki, kitablar, tutaq ki, oxunasıdır. Oxunasıdır. Bu mənim lazım şeydir. Bu mənim ismim. İsimdən sonra gəlir. Feilin xüsusiyyəti budur. Təsriflənən feil və lazım şəkli. İsimdən sonra gəlir. Bu feilin xüsusiyyətidir. Feilin xüsusiyyətidir. Feil sifət isimdən əvvəl gəlməyi, onun sifətə aid xüsusiyyətidir. İsimdən əvvəl gəlir, onu izah edir. İndi deyirəm ki, məsələn, oxunası kitablar gətirildi. Amma baxın, kitabdan əvvələ keçdim. Buna bax, hansı kitabları gətirildi? Hansı kitablar? Oxunası. İsimdən əvvəl gəlməyi, sifətin sualına cavab verməyi, sifətə aid xüsusiyyətidir. İsmi izah edilməyi, sifətə aid xüsusiyyətidir. Feili sifətin sualı, sifətin sualıdır. Necə? Nəcür hansı? Necə? Nəcür hansı? Təyin yerində işlənməyi, onun sifətə aid xüsusiyyətidir. İsimləşməyi, sifətə aid xüsusiyyətidir. Gəlin bir yazaq. 1. Sifətə aid xüsusiyyətlərini yazaq. İsimdən əvvəl gəlir. İsimdən əvvəl gəlir. Əvvəl gəlir. Bu 1. 2. O sualları cavab verib təyin olmalı. Onun sifətə aid xüsusiyyətidir. 3. İsimləşməyi. Sifət aid olduğu ismi itirirdi, keçirdi bunun yerinə. Buna dedik substantivləşmə, isimləşmə. Feil sifətdə də bu var. Gəlin baxaq. Bir də bir şey deyil, bunu deyim. Sifətdə dərəcələnmək var. Feil sifət dərəcələnə bilərmi? Xeyr. Bax, görürsünüz sifətin xüsusiyyətini tam daşıya bilir. Anasının bu xüsusiyyətini götürə bilmir. Bunları götürüb, dərəcələnməyə götürə bilmir. 4. Yazıram, dərəcələnə bilmir. Bəli. Sifət dərəcələnmələr. Təbii ki. Ben onu ortasında cəhət kimi yazırız. Nə yazırıq? Ortaq cəhət. Yox, yəni onu deyirəm ki, bax, onu orada isbatlamağa çalışırım ki, sifətdə dərəcələnmə xüsusiyyəti var, amma feili sifət bunu daşıya bilmir. Yəni biz bu feili sifət elə bir şeydir ki, birazını sifətdən götürür, birazını feildən götürür. Görsən, sifətin xüsusiyyətini tam şəkildə daşıya bilmir.
birlikdə daşıya bilir. Niyə? Feilli xüsusiyyətləri ona imkan verir. Aydındır. Sonra gəlir. Yəni testdə düşürək sifatin xüsusiyyətinin içində dərəcələnmək var, yoxsa yox? Yoxdur, dərəcələnə bilmir. Hə, indi gəldik niyə? Gəl isimləşməyə baxaq. İsimləşməyə nümunə yazım sizə. Hə. Deyirəm. Qalib olanlara, qalib olmaq mürəkkəb feildir, yəni bilirsiniz. Qalib olan şagirdlərə mükafat verildi. Mükafat verildi. Aha. Qalib olan şagirdlərə nə edildi? Verildi. Verildi. Nə verildi? Mükafat verildi. Kimə mükafat verildi? Mənə bura lazımdır. Şagirdlərə. Hansı şagirdlərə? Qalib olan. Feili sifət öz mövqeyindədir. Cümlənin təyinidir. Öz vəzifəsini yerinə yetirir. İndi gəlin, aid olduğu ismi itirsin. Şagird sözünü itirir. Keçir qalib olan bunun yerinə. Fikir ver. Qalib olanlara. Burada bunun şəkilçisi qalmışdı. Şagird sözünü isimləşəndə özücə aradan çıxır. Şəkilçiləri qalır orada. Lər, cəm, hal. Düzür. Bu yetim yesirinə götürür bu üstünə. Aha. Qalib olanlara kimə mükafat verildi qalib olanlara? Bir feili sifət gəldi, aid olduğu ismi itirdi, keçdi şagird sözünün yerinə, oldu tamamlıq. Aydındır? Orada tərkib yaratmır, yox, qalib olan mürəkkəb feildir. Ol, et, elə bil, qıl, qalib ol. Şagirdlərlə bir yerdə. Yox, niyə? Ayıra bilərəm, rahatlıqla ayıra bilərəm. Kimə? Şagirdlərə. Hansı qalib olun? Rahatlıqla parçalanır. Demək, feili sifət öz vəzifəsi cümlədə təyin olmaqdır. İsimləşərsə hansı cümləniz olar? Tamam. İsimləşərsə mübtada olar. Gəl mübtada yerində işlədim. Deyirəm ki, qalib olanlar mükafatlandırıldı. Mükafatlandırıldı. Əslində o zaman qalib olan şagirdlər mükafatlandırıldı. Aid olduğu ismi itirir, şagird sözündə adlı halda daxı. İndi kim mükafatlandırıldı? Qalib olanlar. İsimləşərsə cümlənin mübtadası olur, tamamlığı olur, ismi xəbəri olur. Qaldı nəyimiz? Zərfliyimiz. Bu var mı bu dığı? Dığı, bax bu. Bu qoşma ilə işlənər. Hə. Hə? Tezdir. Bu dığı şəkilçisi üçün qoşmasından birləşir. Üçün qoşmasından. Bəli, olur mənim səbəb zərfliyim. Səbəb zərfliyim. Baxın. İşlədiyi, dığı demirik mi? Həmin şey. İşlədiyi üçün yorulmuşdu. Yorulmuşdu. Ne etmişti? Yorulmuşdu. Nə üçün? Nə səbəbə? Niyə? İşləyə baxın. İşlədiyi üçün. Ağladığı üçün gözləri qızarmışdı. Nə üçün gözü qızarır? Ağladığı üçün. Dığı üçün olan səbəb bilir. İndi testdə nə düşür? O bura yazın şeyləri, cümlə əzləri. İşləndiyi cümlə əzləri. Demək, has cümlə əzvi oldu, təyin oldu. Feil sifət, isimləşəndə mübtəda oldu. Hallandı, tamamlıq oldu. Aha, zərflik yerində iştirak elədi rahatlıqla. Qoşma ilə bir yerdə səbəb zərfliyi oldu. İsmi xəbər. İsmi xəbər. Məsələn, deyirəm ki, mənim şagirdlərim çalışandır. Çalışandır. Niyə üstünə gətirmədi? Çalışandır. Mənim şagirdlərim kimdir? Çalışandır. İsimləşəndə ismi xəbər. Hamamda tamamlı olur və təyin nətər olur? Təyin birbaşa, birbaşa, isimləşmədən.
Öz ismi qaba. Bayaq yazmışdım ya, qalib olan şagirdlər. Bizim təyin. Vəzifəsi təyin. Nə yazdım? İsmi xəbər. İsmi xəbər olur ha, ismi xəbər. İndi mən bura necə sual verim? Bayaq dedim ki, mənim şagirdlərim çalışandır, elə. Mən bura necədir sualı verim, yoxsa kimdir sualı verim? Aid olduğu ismi itirib, itirməyib. İtirib çalışan uşaqlardır olmalıdır. Şagird onun aid olduğu ismi deyib, yerini dəyişib də. Çalışan şagirdlər, şagirdlərim çalışandır. Yerini dəyişmişəm. Mənim şagirdlərim necədir? Onda ismi itirmişim. Orada isimləşmədən xəbər olur. Orada isimləşmədən xəbər olur. Çünki onun aid olduğu isim şagirddir. Çalışan şagird, şagird çalışandır. Yerini dəyişdirmişəm. Aid olduğu ismi itirməyib. Yerində. Yada qalar. İndi testə düşən şey. Testə düşən şey, o baş qarışdıran sual. Baxın. Fe'li sifət, özünüz görürsünüz ki, sifətin xüsusiyyətini daşır deyə, onun işi isimlərdir. Onun işi isimlərdir. İsimdən ifadə olmuş cümlə əzbərindəndir. İndi testə nə tərcih deyil? Fe'li sifət özünə aid olmayan xüsusiyyəti daşıyır cümlədə. Fe'li sifət, yəni, burada gitməyən yerə başını soxur, belə. Kim çatdıra bildik? Özünə aid olmayan xüsusiyyət. Buna bax. Testdə belə bir cümlə var. Mən, məsələn, müharibədə onu vuruşan gördüm. Vuruşan. Gördüm fe'li xəbərdir, ismi xəbər. Bax, fe'li sifətin nə işi var fe'linə? Fe'li sifətin Əli xanım. Əli xanım. Adı neçən səfər videoda düşür. Videoda mamana göndərin, baxsın. Fe'li sifətin fe'linə nə işi var? Özünə də olmaq xüsusiyyəti daşıyır. Fe'li sifət fe'li xəbərə aiddir. Fe'li sifət cümlədə tərz-i hərəkət zərfliyi olur. Sanki adverbiallaşıb, zərfləşib fikir verirsiniz. Mən onu necə gördüm? Necə gördüm? Mən bunu vuruşan gördüm. Vuruşan gördüm. Bax, cavab bunu götürərsən. Sən toplu testində bu var. Qabana çıxacaq. Çünki tər qrupla işlədik və onu gördük. Rankin aydın oldu mu? Sual olan var fe'li sifətə. Kim nəyə başa düşməli? Siz dediniz ki, isimləşəndə mübtədası olur, bir də sualçıları. Mübtəda olur, isimləşərsə, aid olduğu ismi itirir. Məsələn, aid olduğu isim buradadır. Mənim yanımda da fe'li sifət var, elə? Mən isim mübtəda yerindəyəm, elə? Mən yerimi verdim ona. Gəlir olur mübtəda yerində. İndi mən isməm. Hallanmışam, olmuşam tamamlıq. Məndən əvvəldə fe'li sifət gəlir, elə? İndi bu aid olduğu ismi itirir. Mən tamamlıq yerindəyəm, isməm. Mən çıxdım buradan, yerimi verdim fe'li sifətə. Gəlir olur tamamlığın yerində. İsimləşərsə cümlədə mübtəda da ola bilər, tamamlıq da ola bilər. Hə. Kim? Hə. Çıxa bilər. Xəbər yerində də iştirak edəndə biz ona ismi xəbər deyirik. Ha, çünki sifətin suallarında sifətin sualına cavab verir. Başqa sual olan var? Verib bağlamayın. Nə? İstisna tərz hərəkət olur. İstisna. Olmağına bax, öz vəzifəsi təqimdir. 1. İsimləşəndə mübtəda olur. İsimləşəndə tamamlıq olur. Sonra, üçün qoşmasıyla birləşərsə səbəb zərfliyi ola bilər. Burada bir vurulur. İstisna halda fe'li xəbəri izah edib tərz hərəkət zərfliyi ola bilər. Vuruşan gördüm. Bu istisnadır. Nə qaldı başqa? Bütün cümlə əzbərləyir. Bunu mu? Buna bax. Elcan, xəbər fe'li xəbərdir. Fe'li sifətin düsturu budur. Fısı yazıram qısaca. Fe'li sifət üstəgəl isim. İsma aid xüsusiyyəti nə? Sifətət xüsusiyyətindən biri olur ki, isimdən əvvəl gəlir, ismi izah edilir. Fe'li sifətin sifət kimi işi isimlərdir. Biz necə dedik ki, zərf fe'li izah edir, sifət də ismi.
Fe'li sifət əslində ismi izah eləməlidir. İsmdən ifadə olunmuş cümlə əzbərini izah eləməlidir. Amma burada fe'li xəbərdir. Burada vuruşan fe'li sifəti gördün fe'lini hərəkəti izah edir. Bu fe'li sifətə aid olmayan şeydir. O isimlədir, o nə iş var fe'llə? Özünü zərf kimi aparır burada. Zərflər şıvat verib də olur. Oldu tərz hərəkət zərfi. Söz birləşməsinin hər iki tərəf ola bilər. Fe'li sifət mi? Ola bilər. Məsələn, deyirəm, çalışanın arzusu. Elə, çalışanın arzusu. Və ya da ki, deyirəm ki, məsələn, hər gün çalışan. Birinci tərəfdə də gələ bilər, ikinci deyək. Başqa var sualım? Şəkilçiləri mükəmməl əzbərləyirsiniz. 6 dənə şəkilçisi var. 4-ünü artıq fe'li şəkillərin keçində keçmişdik biz. Fe'li bağlama. Fe'li bağlama. 15 şəkil. Daha doğrusu 12 şəkilçisi var. Sizdə 11'ini verib, birini verib. O bir o göz muncuğunu deyəcəm sizə biraz da onun inkar formasını verir əslində. Yazaq baxaq. Hə. Mışın mamış formasını verir. Amma əslində mış fe'li bağlama şəkilçisi də var. Mışın amonimliyi çoxdur. İzah edəmiyor ayrıca. Niyə vermiş kəndə? Hə? O niyə vermiş? O çünki topu testində o yoxdur. Dilin testlərində o yoxdur, ona yoxdur. Yox. 1. O bir buydur. 2. Hə, anda əndə. Anda əndə. 3. Ara gərək. Aları düzək. Arkən ərkən. 5. A hərfindən olanları düzək. A. Bu en çok bizi zərfdə dolaşır deyə yadınıza yadınızdadırmı? Zərflə nə qədər qalxdı bunu? Həmin adı var. 6. Inca. Inca. 7. A'ları gərək arada da yazarıq. Yaxşı, onu yazın. Arada gəlməz. Inca. Dıkça. Dıkta daha bir varyantı dıkça. O lap başda yazmışam. Nədən qalır? Madanla mamış qalır. Madan mədən, mamış məmiş. Bir də 12-ci mış. Yazın. Bu şəkilçiləri adın kimi əzbərləyirsən. Çünki fe'li birləşmədə əziyyət çəkməkdir. Fe'li birləşmədə qrupu 11 şəkilçini əzbərlətmirəm. Bəy başdan əzbərlə. Gəlin baxaq, fe'li bağlama həm fe'lin xüsusiyyətini daşıyır, həm də zərfin. Fe'lin və zərfin. Fe'li bağlama, o kişinin sözü bir olar məsələsi. Cümləmin olur zərfi. Fe'li bağlamanın bir vəzifəsi var. O da cümlə əziz, adamı yormur da. Bilirsən ki, fe'li bağlamanın cümlənin nə idi? Zərfliyi. Zərfin xüsusiyyətini, indi gəl biri hansı xüsusiyyətlərini daşıya bilir, anasından hansı xüsusiyyəti götürə bilir, hansını götürə bilmir. İndi bunlara bax. Fe'li bağlamanın cümlə əzdəkin bir dənə istisnası var. Həmişə zərflidir, həmişə. Bir dənə istisna bu, anda əndə var mı? Andanı hara yazmışam? Bax bu. Bu var mı bu? Bu istisna cümlədən xəbər ola bilər, istisna. Bir dənə şəkilçi də hər şeyi həll eləmir də. İstisnanı məsələn nəzərə almırıq testdə. Məsələn, deyirəm ki, onun ən yaxşı halı güləndədir. Onun ən yaxşı halı, onun ən yaxşı vaxtı, ən yaxşı halı, nə bilim necə istəyirsiniz, güləndədir. İndi bunu testdə nə tərs alır? Çaşdırmaq üçün. Çaşdırmaq üçün nə tərs? Onun ən yaxşı vaxtı nə zamandır? Güləndədir. Yəni görün. Aha. İndi bunu necə salır?
Məsələn, deyirəm ki, pul qabım, məsələn, qabaqda gedəndədir. Elə, məsələn, bura baxın. Burada adam elə gəlir ki, onda yanında şəkilçisi var, onda yanında. Yox, burada onda yanında yoxdur. Bu fe'li sifət, pul qabım qabaqda gedən, məsələn, qızdadır, elə. Ayd olduğu qismi itirir. Bəli, getmək sözün kökü, gedən, qabaqda gedən bu fe'li sifətdir. Bu yerli haldır, dadə, bu da şəxs. Burada fe'li sifət cümlədə xəbər verirlər. Bunu niyə deyirəm? Bunun bu istisnası var mı? Bu fe'li bağlama cümlədə xəbər verir, iştirak eləməyi istisnası. Onun variantlarına bunu salırlar. Fe'li sifət xəbər verirlər. Bununla onu qarışdırmayın. Bu kimdədir sualına cavab verir? O nə zaman sualına cavab verir? Aydındır? Qəşəng. Gəldi indi bunlara. Gəlin baxaq görək, zərfin 4 növü var. Hansı növü var? Tərz hərəkət, zaman, yer, miqdar. Fe'li bağlama nə yer bildirə bilmir? Zərf kimi. Nə də miqdar bildirə bilmir. İndi bir şey var. Fe'li bağlama səbəb də bildirə bilər. İndi zərfdə də zərfin səbəb deyən növü yoxdur. Zərfliyə səbəb deyən növü var. Aydındır? Məsələn, bu səbəb bildirə bilir, amma zərf yox. Zərf yer, sonra miqdar bildirə bilər, amma bu yox. Gəl indi baxaq gör bu şəkildə hansı məzmunu verir. Baxaq. Deyirəm, məsələn, qoca çənəsini əsaya söykənib dayanmışdı. Necə dayanmışdı? Hətta tərkibə belə gətirib görürsünüz. Əlini əsaya söykəyib. Burada hansı mənanı verdi? Tərz mənasını verdi. Bu şəkilsi nə bildirə bilər? Tərz. Sonra, məsələn, Elxan dərslərini hazırlayıb həyata düşdü. Burada nə məzmunu verir? Nə zaman həyata düşdü? Elə bu məna verir. Əvvəl dərslərini hazırladı, sonra düşdü. Fikir versiniz o mənanı verir. Nə zaman həyata düşdü? Dərslərini hazırlayıb düşdü. Əvvəl hazırladı, sonra düşdü. Zaman bildirə bilər. İndi bura baxın. Qız utanıb üzünü çevirdi. Nə üçün üzünü çevirdi? Utanıb. Uşaq qorxub gizləndi. Nə üçün gizləndi? Qorxub. Bu şəkilçisi 3 məna verir. Üzeyir neçə məna verdi? Hansı mənaları verdi? Səbəb, tərs, elə bir hamısı yuxusuna almağa gəldi. Bilirəm, axşam saatidir. Neçədir? 8-in yarısı var mı? Yoxsa 8-ə işləyir. Biraz da dözün. Hə. Bitiririk. Axırda ev tapışlarına da baxdarım. Demək, sual olunsa ki, hansı fe'li bağlama şəkilsi 3 məzmunda işlərir? Tərs, səbəb, zaman, söhbət ıqdan gedir. Baxaq, məsələn, gələndə çörək alır. Hansı məzmun verir? Nə zaman çörək alır? Aha. Sonra, bura baxaq. O, indi 2 cür cümlə qurun. Görün, burada nədir? O, çaparaq gəlmişdi. Çaparaq. O zərfdir. İndi deyirəm, atını çaparaq gəlmişdi. Bunda fe'li bağlamadır, tərsdir. Ara qərəyə baxın, vurğunu hara qoyub, zərf kimi də verə bilər. Şəkilçinin üstünə vurğunu qoyar, səndən soruşar. Bu zərf kimi. At çapmaqdan söhbət gedirsə, fe'li bağlamadır. Sürətli gəlib mənasını verirsə, bu artıq nədir? Məsələn, tutaq ki, deyirəm ki, alim məktəbə çaparaq gəlmişdi. Atını çapıb gəlməyib ki. Məsələn, başqasını deyirəm sürət gələkdir. İndi atla ikini yerədir. Sonra, bayaq yazmışdıq, gələrkən yolda, məsələn, nəzrini görür. Gələndə yolda nəzrini görür. Nə bildirdi? Zaman bildirdi. Qaça-qaça gəlib. Tərz bildirir. Evet, çatar-çatmaz mənə zaman. Nə zaman? Yaxşı. İndi bura baxaq. Öldürməyincə əl çəkmir. Öldürməyincə əl çəkmir.
Zaman bildirir, təbii ki, zaman bildirir. Məsələn, gəldikdə mənə xəbər edərsən. Zaman. Aha. Məsələn, getdikcə gözəlləşir. Zaman. Zaman bildirir. Bilmədən danışmaz. Bu da zaman. Elə bilirsiniz nə mənası verir? Əvvəl bil, sonra danış. Əvvəl bil, sonra danış. Baxın, bu çalar var, görürsünüz. Yaxşı. Bu, belə mənada verə bilərik, hardasa tərs. Məsələn, deyirəm ki, mən bunu bilmədən etdim. Bilmədən etdim. Bilmədən, yox, zərf deyil. Tərz də bilmə bilər. İndi gəldik, hə, ikisini də bilmə bilər. İndi gəldik bu mamışla muşa. Əslində bu mamış məmiş. Bunun inkarıdır. Bax, bu muş var. Bu qeyri-məhsuldar şəkildir. Bu çox az işlənir. Fiili bağlama kimi muş çox az işlənir. Onun inkar formasını çox işlədirik. Bax, bu mamışı çox işlədirik. Məsələn, tutaq ki, deyirəm, mamış kimi işləsə, görün, yəni hansı mənanı bildirir, zaman mı, tərsindən bildirir. Məsələn, tutaq ki, deyirəm, oxumamış həyata düşmə. Nə zaman həyata düşmə? Zaman bildirir. İndi bu nümunələrə baxın. Olmuş variantın deyim, yazın, hədəfdə yoxdur çünki. Bu dediyim nümunələrə hədəfə yazın. Hədəfdə muş şəkilsi yoxdur. Əlavənin də kitabınıza. Şifahi şəkildə buradan dedik, buradan getdi. Nə oldu da bu? Muş feili bağlama kimi kitabını əlavə elə, cümlələrdə çıxar qabağına. Belə bir nümunə yazın. Məsələn, deyək ki, yarışa bir gün qalmış, onlar məşq etməyə başladılar. Yaz. Mışı yaz feili bağlama kimi. Və ona nümunədə bu dediyim cümləni yazın. Yarışa bir gün qalmış, onlar məşq etməyə başladılar. Nə zaman məşq etməyə başladılar? Yarışa bir gün qalmış. Mamuş da bunun inkarı. Yarışa bir gün qalmış, məşq etməyə başladı. Aysel, yarışa bir gün qalmış, onlar məşq etməyə başladılar. Belə bir nümunədə yaza bilərsiniz. Məsələn, gecədən xeyli keçmiş, 5 nəfər atlı qapını döydü. Gecədən xeyli keçmiş, 5 nəfər atlı qapını döydü. Nə zaman qapını döydü 5 nəfər atlı? Gecədən xeyli keçmiş. Yazdınız mı? İndi bu muşa bir dənə baxın. Bu, məsələn, keçmiş sözünə baxın. Keçmiş. Bu, hani nəqli keçmiş zamanda cümlədə verə bilər. Nəqli keçmiş zaman. Həmi feili bağlama kimi, görsən dedim gecədən xeyli keçmiş. O da feili bağlama kimi işlənir. Bu həm də isimdir. Bu muş şəkilsi isim üzərdən leksik şəkilçi kimi də işlənir. Məsələn, deyirəm keçmiş, gələcək. Bir-birinə əks mənalı isimlər deyilir. Keçmiş, gələcək, düzdür. Məsələn, deyirəm ki, keçmişi yadıma salma. Nəyi yadıma salma, nəyi, keçmişi, bu isimdir. Bu isimdir. Muş şəkilsən isim üzərdən leksik şəkilçi. Həm feili bağlamalı, həm nəqli keçmiş zamandır. Həmi feili sifətdir, feili sifət şəkilsidir. Həmi imişin qısalmışıdır. Seçməyə biləcəksiniz də, yəqin ki. İmiş kimi izah eləmişəm yetərincə. Feili sifət kimi izah eləmişəm. İsimdən eləmişəm. Nəqli keçmiş zaman kimi bilirsiniz. Feili bağlama kimi və isim üzərdən leksik şəkilçi kimi də izahını verin. Yadda qalar. Aha, indi keçdik yer tapışıqlarına.